Salam əziz izləyicilər. Gəlmişik Kazım-Kazımzadə olan Oba Marketə. Alışveriş eləyirik. Bütün vitrinin üstündə qiymətlər sarı qiymətlərdən, yəni endirimli qiymətlərdən də biz də alışverişimizi eləmişik. Kassaya gəlirik, görürük ki, qiymət tamamilə fərqlidir. Biz tələb eləyirik ki, bəs orada gördüyümüz qiymətlə müştəri almalıdır. Deyirlər ki, yox. Ancaq sistemdə hansı göstərirsə, onunla satmalıyıq biz. Müdiriyyətə zəng elədilər, müdiriyyətlə danışıldı. Müdiriyyət deyir ki, sistemdə göstərilən qiymətlə alırsınızsa alın, əgər yox, kağızdakı qiymətlə almaq istəyirsinizsə, götürün o qiymətdən, ancaq işçinin cibindən götürəcək biz onu. Bütün əsəblərimizlə oynayırlar, təkcə biz deyilik. Buradan nə qədər alışveriş olunur, deməli təkcə bizim yox, buradan alışveriş edən müştərilərin cibinə girirlər. Telefonun arxasından böyük-böyük danışır, qoçulanır. Biz də bilmirik, kimə müraciət edək, hara müraciət edək. Ona görə bu videonu çəkib paylaşaq. Yəni xəbəriniz olsun. Həmin o çekin də şəkilini paylaşacağım. Vitrinlərində şəkilini çəkmişəm, mağazanın da şəkil və videosunu çəkmişəm.